intellekt və İKT texnologiyalarının praqmatik töhfələri çox böyükdür, ancaq bəzi istifadəçilər tərəfindən süni intellekt texnologiyalarından, İKT texnologiyalarından hüquqa-zidd, əxlaqa-zidd əməllər törədilir. Çünki bəzi istifadəçilərə elə gəlir ki, süni intellekt və İKT texnologiyaları, eləcə də sosial şəbəkələrdə istifadə zamanı heç bir hüquqi məsuliyyət daşımayacaqlar. Nədənsə onlar sosial şəbəkələri boz zona kimi təsəvvür edirlər, ancaq onlar unutmamalıdırlar ki, real həyatda olduğu kimi sosial şəbəkələrdə də hüquqa-zidd, əxlaqa-zidd əməllər törətmək, hansısa bir süni intellekt texnologiyasından istifadə edərək kimisə aşağılamaq, kiminsə haqqına girmək və kiməsə qarşı alçaldıcı hərəkətlər etmək hüquqi məsuliyyət yaradır. Bununla bağlı Cinayət Məcəlləsinin əslində 148.1-ci maddə əlavə olunmuşdur. Eyni zamanda parlament tərəfindən yenidən Cinayət Məcəlləsinin 148-ci maddəsinə əlavə və dəyişikliklər də təklif olunur. Hesab edirəm ki, bu çox zəruridir və labüddür. Çünki istifadəçilər bir çoxu deməli hüquqi məsuliyyətini başa düşmür. Yaxşı olar ki, bu dəyişikliklərlə yanaşı həm də istifadəçilər arasında, insanlar arasında hüquqi maarifləndirmə tədbirləri də həyata keçsin, hüquqi məlumatlandırma tədbirləri də həyata keçsin. Çünki bəzi istifadəçilərin məhz hüquqi savadsızlığı ucbatından, hüquqi məlumatsızlığı ucbatından belə hüquqa-zidd əməllər törədirlər və yaxşı olar ki, sosial saxlar vasitəsilə bununla bağlı istifadəçilərə mesajlar ötürülsün, məlumatlandırmalar edilsin ki, istifadəçilər məhz hüquqi məsuliyyətsizliyi hiss etməsinlər və başa düşsünlər ki, hər bir delikvent davranış, hüquqa-zidd davranış və süni intellekt texnologiyalarından, İKT texnologiyalarından hüquqa-zidd əməllər törətmək hansı hüquqi məsuliyyət yarada bilər. Güman edirəm ki, bu təkliflər deməli ardıcıl və davamlı olmalıdır və çox yaxşı olar ki, ümumiyyətlə sosial şəbəkələrdən fəaliyyətini tənzimləyən ayrıca qanun olsun və bu qanun da süzgəc mexanizmi tətbiq olunsun və belə hüquqa-zidd əməllər, əxlaqa-zidd əməllər orada paylaşılmasın. Güman edirəm ki, həm hüquqi müstəvidə, həm də sosial maarifləndirmə istiqamətində də paralel olaraq tədbirlər aparmaq lazımdır, tədbirlər görmək lazımdır. Hüquq mühafizə orqanları mətbuatla, ictimaiyyət nümayəndələri ilə korporativ sosial məsuliyyət çərçivəsində birgə çalışmalıdır ki, belə deməli İKT texnologiyaları və süni intellekt texnologiyalarından istifadə edərək cəmiyyətdə demək, hüquqa-zidd davranışlar olmasın və sosial animiyalar yaranmasın. Güman edirəm ki, bu cür birgə əməkdaşlıq şəraitində cəmiyyətdə mövcud olan məhz belə hüquqa-zidd əməllərin sayı xeyli azalacaq və böyük artıq təsir gücünə malik olan sosial şəbəkə platformaları da sosiallaşma üçün sağlam bir mühitə çevrilə bilər.